6 ildir tar ustası olaraq fəaliyyət göstərən Fəxrəddin Cəfərov deyir ki, yaxşı tar düzəldə bilmək üçün əvvəlcə tar ifaçısı olmaq lazımdır. Yoxsa onun incəliklərini duya bilməzsən. Müsahibimizin sözlərinə görə bir tarı hazırlamaq üçün ümumilikdə 1 il vaxt lazımdır. Tar kəllə, qol və çanaq olmaqla 3 hissədən ibarətdir. Bu alətin hazırlanması üçün müxtəlif ağaclardan istifadə olunsa da, Fəxrəddin Cəfərovun fikrincə ən yaxşı tarın kəllə və qol hissəsi qoz, çanaq hissəsi isə tut ağacından hazırlanır. Ağac xüsusi dəzgahla kəsildikdən sonra oyma aləti ilə oyulur və qurumaq üçün günəş işığı düşməyən yerə qoyulur. Quruma prosesi bitdikdən sonra tarın digər hissələri birləşdirilir. Daha sonra alət üzlənir, pərdələr və simlər yerləşdirilir. Tarın çanaq hissəsində olan pərdə isə inəyin ürək pərdəsindən hazırlanır. Beləcə yeni tar istifadə üçün tam hazır vəziyyətə gəlir.